Hem özüm Açıqalı Türkiye. Hem bütün Türk dünyasının adından hem size başsağlığı diliyorum. Çok sağ olun. Axır ki qəyəminiz olsun. İnşallah ki şad günlərdə o mənim bacımdır. Ne zaman ne dese benim başım gözüm üstünedir. Çok sağ olun. Onun ailesi de bizim ailemiz sayılır. Bizim biraz da gece olsa da geldik. Çok sağ olun. Yani Gözümüzde yerimiz var. başı sağ olsun. Allah rahmet eylesin. Bundan sonra acı ağrı Allah vermesin. Buyurun Valide Hanım. Sizle bir kelime olsun. Üzbez Hanım gel. Şöyle Hanım. Gelin siz. Şöyle Hanım. Ona kurban olun. Ben size kurban olun. Şəhid analarının qarşısında baş əyirəm. Bir şəhid xanımı olaraq, dostlarım üçün şəhid xanımı olaraq. Mən şəhid xanımların, şəhid anaların, şəhid balalarının yanında olmağım üçün fəxr edirəm ki, elə onların yanındayam. Yoldaşımın o getmədiyi 93-də şəhid olub yoldaşım. 29 yaşında. O sağ olsaydı əlbəttə ki, vətənə hələ də xidmət edirdi, ordumuzdaydı. Onun o yarı yolda kəsildiyi yol var. Bax, o yolu elə bir ki, mən bu addımımla davam edirəm ki, şəhid yoldaşların, şəhid anaların, şəhid balalarının yanındayam. Çok sağ olun qadınlar. Və bizim ürəyimizin elə bir ki, ən incə bir telidir şəhid anaları, şəhid yarları, yarı qalan şəhid yarları, o kökdə şəhidin balaları bizim ən həssas nöqtəmizdir. Ona görə də mən özümə söz vermişəm ki, mən də dünyamı dəyişənə qədər mən şəhidlərin, ailələrinin, analarının, evlatlarının maddi olmasa da belə mənəvi yanındayam. Yəni mən evlərdə oluram, yəni bizim işbirliyimizlə bağlı. Çok sağ olun qadınlar. Və demək olar ki, bu jurnala gələndə də, bu jurnalı mənim dünyama gələndə bu söz, bu iki cümlə hardan götürülür? 94-cü ildə biz Bakıya gələndən sonra mən gündəlik götürdüm, aldım. Və o gündəlikdə sanki sizə mən bağışlayayım, uşaqların atasına, yoldaşıma, şəhid yoldaşıma məktub yazar kimi mən gündəlik yazdım, başladım. Eliniz gözünüz var olsun Gündəlik. başıma dönür. Siz ki benim balamı belə qiymətləndirmisiniz. Allah'ın yanında ucalır. Borcumuzdur anam. Borcumuzdur. Övladıdır. Bu da şəhidin. Şəhidin. Bu da həm də şəhidin evladıdır, həm də şəhidin xanımıdır. Və mən o gündəliyin üstünə hərdən yazırdım. Yəni uşaqlar yatır, mamam yatır, mən də dururam, yuxum gəlmir, ağlayıram, sonra yazıram. Bir gün təsadüfən elə bir həmən günlərin bir günündə yazdığım günlərin bir günündə bilmirəm. Bunu bilmək bax uşaqlar yatırdı, xəbəri yoxdur. Elə bilirlər ki, ataları kənddədir. Mən ağladırdım uşaqları. Böyük uşağım məktəbə gedənə kimi deməmişəm ki, atan şəhid oldu. Məktəbə gedəndə müəllim onu çağıranda şəhid falan Hüseyin Nofərin bəs oğlu o zaman eşidib qaça-qaça evə gəldi ki, bəs mama sən məni niyə Allah'ın? Şəhidinə qurban olun. Bütün şəhidlərə qurban olun. Və o gündəlikdə mən bir gün elə yazdım ki, bu da mənim dünyamdır da. Allaha yəni asi düşmürəm. Alnıma belə yazılıb. Və mən heç o zaman bilməzdim ki, nə zamansa mən bu yazarım, mərdi mən olacağam. Bu jurnalı mən açacağam. Mənim dünyam jurnalında mən yazı dərc edəcəm və bu jurnalda demək olar ki, 70-80% şəhidlərimizi işıqlandırmaqdır. Və bunu özümə bölüc bilirəm və şəhidlərimizi işıqlandırıram təmənnasız. Çünki o şəhidlər borcun veribdir torpaq yolundan, vətən yolundan. Və bizim də borcumuzdur ki, o şəhidləri hər zaman işıqlandıraq və yaddaşlarda qalsın. Və mənim bu jurnalımın da bir özəlliyi odur ki, yəni mən özümü öyünürəm. Mən 98-ci ildən mən məktəbə verdim jurnalistika məktəbinə sənədlərimi və uşaqlar böyüdü. Anam dünyasını dəyişəndən sonra başladım yəni bu fəaliyyətimə. Və bizim bu jurnalımızın bir üstünlüyü odur ki, yəni xarici dövlətlərə də tanınacaqdır. Bizim Çexiyada da. Bəli, bu jurnal yayımları, yəni orada bizim şəhidlərimiz var Türkiyədə, yəni xaricdə də. Bax, o şəhidləri də burada işıqlandırır və orada da tanınacaq bizim şəhidlər. Sağ olun ki, mənim balamı Almaniyada hal-hazırda çok sağ olun Bir qadınlar. özəlliyi odur ki, bizim şəhidləri xaricdə də tanınacaqdır. Orada da işıqlanacaq, orada da yaddaşlarda həkk olunacaqdır. Bax, bu jurnalın bir özəlliyi odur. Bunu da ki, mən fəxr eləmirəm, yəni ki, mən beləyəm, düzdür, bu təvəkküldən da uzaqdır, mən təvəkküldən da uzaq insanam və mən Azərbaycanda valla şəhid xanımı olaraq jurnalist və yazar
yəni tanımıram. Yəqin ki, ilkdir. Və inşallah da yaxşı davam eləyər. Yoldaşlarla birlikdə bu işimizi davam eləyərik ki, şəhidləri işıqlandırıram mən. Mən siyasətdən uzaq insanam doğrudan da. Dünya birliği tanısı. Çox hə, yəni siyasətdən uzaq insanam. Və bunu fəxr edirəm ki, anama. Çok sağ olun. Anama. Çok sağ olun. Minnettarım size. Allah sizə uzun ömür Benim versin balamı ki. ucaq tutduğunuz için, Borcumuzdur. dünya tanıttığınız için baş verirsin. Borcumuzdur. Allah sizə uzun Her ömür birinizin versin. yok. Şəhidi hər zaman Bütün dünya yarsınız. Çok sağ olun. Şöyle Hanım da bizim İçtimai Birliği Dedi. üzvlərindən biridir. Ben Fəyallardan de Birinci biridir. Dünya Müharibəsində iştirak eləmişdim. Çok Mən yoldaşım sağ ol. Elif qayıdı. Birinci Qarabağ müharibəsində iştirak eləyib. Özüm veteran Sənin o sağ yoldaşıdır. saçlarına mən qurban Ben olaram de ana. sizin Biz şəhidlərə sizin qurban. dərdiniz deyil, hamımızın dərdidir. Hamımız onların qanı, canı bahasına biz Çok sağ olun başım. indi Oradan həyatdayıq. vəziyyət çəkib Yeri cənnət Bakıdan olsun. gəlmisiniz. Məkanı uca olsun. Bu da Təşəkkür deyir ki, mən edirəm. Qarşında baş əyirəm. Aksa Ağ saçlarına mən qurban. Vətəndaşım, mən çox sağ olun ki, mənim balamı dünya tanıdırsınız. Sizin Bizim babanıza borcumuz yenə də baş əyirəm. Şəhid anası Yox, kimi. Allah- Çox sağ ol. Biz Yox, sənin qarşında biz baş sənin əyirik. qarşında- Yo, yo, ana. Siz ki, Yo, mənim yo, bu biz balamı sənin dünya qarşımızda tanıdırsınız. baş O əyirik. Çox Bizim sağ olun baban borcumuzdur. alım. Çox sağ olun. Çox sağ O balaların sayəsində bizim olun. alnımız açıldı. Sağ olun. Biz Sağ olun. yaşayırıq. Ana mən də Zəfər bir müəllim. şəhid evladı kimi Allah